Merhaba sevgili Gözyaşları kanalına hoş gelmişsiniz. Bugün sizlerle bir yerde yine neydik? Uzun bir aradan sonra belki de bir iki haftadaki video atmıram. Uzun bir aradan sonra size çok ucuz başa gelen, çok ekonomik bir pasta kreması, tort kreması hazırlamağı göstereceğim. Çok, yani herkesin evinde olabilecek sade bir şeylerdi. Deməli başlayalım. Süt yok. Sadece 2 stəkan yarım su. Bəli, səhv eşitmədiniz. Su, süt değil. Su, 2 stəkan yarım suyu qazanımıza əlavə edirik. 2 stəkan yarım olacaq şəkildə. Daha sonra bu suyu vanilxodda, yəni qısıq ateşdə qoyuruq ki, qaynasın, qəşəngcə qaynasın. Bunu etdikdən sonra getiririk ikinci hissəmizə. Yəni içinə sadəcə krem falan heç bir şey getmir. Sadəcə əlavə edəcəyimiz 4 xörək qaşığı un, 4 xörək qaşığı un əlavə edirik hal-hazırda. Yəni hər kəsin evində ola biləcək. Süd yoxdur, krem yoxdur, qaymaq, heç bir şey. Sadəcə un, şəkər tozu və yağ. 4 xörək qaşığı unumuzu əlavə etdikdən sonra bunu bir qabda ilk öncə qarışdırırıq. Daha sonra 2 stəkan yarım şəkər tozu əlavə edirik. 2 stəkan yarım. Bunları daha sonra bir yerdə bir qabın içində qarışdırırıq ki, yəni tam qarışsın. 2 stəkan yarım pesokla 4 xörək qaşığı un. Həmçinin də bu dediklərimin hamısını videonun altında da yazacağım. Həmsə də rahat olsun deyə. Burada düşünürəm ki, bu qab buna balaca oldu. Yəni dağılacaq deyə düşünürəm. Qab ona biraz həqiqətində balaca oldu. Bu zərbələ qarışdırıram onsuz. Bu videonun altına bol yorum, like, kommentariya edin ki, videomuz keşfedilsin və belə videolar daha çox olsun. Və yaxud da necə bir video istədiyinizi də yaza bilərsiniz videonun altına ki, necə bir video istəyirsiniz. Daha sonra isə gördüyümüz kimi suyumuz qaynayır. Qaynayan su içində yavaş-yavaş un və şəkər tozumuzu qarışdırdığımız un və şəkər tozunu yavaş-yavaş əlavə edirik və daha sonra onu çırpırıq, dayanmadan çırpırıq. Mən burada tökülməsin deyə un pesok hamısını birdən töküb daha sonra çırpıram. Amma sizə tövsiyəm birinci onu, yəni hissə-hissə yavaş-yavaş edin ki, pot-pot hissə qalmasın. Üstümədə də qalmadı. Burada deməli daha sonra bunu yavaş-yavaş çırpırıq da, yəni daha sonra dayanmadan qarışdırıq ki, bunun dibi tutmasın. Bu hal-hazırda pişirdiyimiz krema heç cür kəsilmir, heç cür belə xarab olmur. Yəni tam dəqiq, yəni dənənmiş bir şeydir. Çox qəşəng dadı alınır. Yəni qarışdırıq ki, bunun dibi tutmasın.